Vaxtınız xeyir olsun. Bu videoda sizlərə günün informatika suallarından 51-ci sualın izahını verəcəm. Sualımız belədir. Ötürülmə sürəti, yəni V, bərabərdir 232 bit bölünmüş saniyə olan şəbəkə ilə həcmi, yəni H bərabər 16 GB olan faylı neçə saniyəyə ötürmək mümkündür? Aha, biz bilirdik ki, sürət məsələlərində fizikadakı S-i bizdə H əvəz edir. H bərabər V vur T düsturu ilə biz sürət məsələlərini həll edirik. Buradan bizə T lazımdır. T-ni tapmaq üçün nə edirik? H-ı V-yə bölürük. Buna əsasən T bərabər olacaq. H bizdə neçədir? 16 GB bölünmüş V 232 bit bölünmüş saniyə. Baxırıq ki, bir tərəf gigabaytdır, bir tərəf bitdir. Gətiririk gigabaytı bitə. 16-nı yazarım 2/4 kimi vurulmuş. Gigabaytdan bitə gəlmək üçün 2/33-ə vururuq. Bit bölünmüş məxrəclər 2/32 bit bölünmüş olduğuna görə saniyə də çıxır yuxarı, vurulmuş saniyə. Bitlər burada ixtisar gedəcək. Bizdə alınacaq 2/4 2/37 bölünmüş 2/32. Və buradan da 37 ilə 32 gedəndə qalacaq bizdə 2/5 saniyə. 2/5 də bizə verəcək, deməli, 32 saniyəni. Cavabımız olacaq buna əsasən A variantı. Bu qədər. Sağ olun, Allah əmanət olun.